Belə bir sual var, sən şiəliyə qarşısanmı, şiəliyi xoşlamırsanmı? Ə, Əvvəla onu deyim ki, mən bunu dəfələrlə qeyd etmişəm ki, biz Talışıq, yəni Talışlar Talışdır, şiədir və Panirancıdır. Yəni bunu mən dəfələrlə qeyd etmişəm və bundan daha artıq, daha aydın bilmirəm necə ifadə edim. O ki qaldı siz bunu əgər İrandakı məsələlərə etiraz olaraq deməyimdən danışırsınızsa, mən İranın şiəli siyasətini bəyənmirəm və bunu yanlış sayıram. Gəlin fikrimi daha əvvəldən izah edeyim. Baxın, şiəliyin başlanğıcı Talışlardadır. Yəni da bizdən də daha əvvəl bu mövcud olubdu o öz yerində. Amma şiəli bir güclü bir əqidə, mərkəzləşmiş siyasi bir əqidə olaraq Talışda başlayıbdı. İlk olaraq Şeyx Zahid Gilani Sünnilik xəttini yaradıb, Zahidiyyə ordenini yaradıb və bu Zahidiyyə ordeni sonra dəyişib özünü Səfəviyyə ordeninə. Bu da Sünni ordeni olub və daha sonra bu Səfəviyyə ordeni özünü Şiə elan edibdi və bütün bu prosesdə Talışların olduğu regionda Talışların vasitəsilə ilə, Talışların başçılığı ilə baş veribdi. Yəni Zahirəddin Giladinin Talış olması %100'dür. Daha sonra Səfiyyəddinin Talış olması ya da Kürd olması mübahisələr gedir, amma Talış və Kürdlərin kökü onsuz da eynidir. Talış, Zaza, Kürd bunlar eyni kökə dayanan millətlərdir. Yəni buna bizim regionda olub və bizim adamlar vasitəsilə baş veribdi bunlar, bütün bu proseslər. Amma bu proseslər yaradılanda İrançılıq və Şiəçilik bir yerdə olubdu. Yəni bu bir-birinə qarşı təriqətlər kimi, bir-birinə qarşı ideologiya kimi yaradılmayıbdı. Bu bir-birini izləyən ideologiya kimi yaradılıbdı. Amma bu gün baxın İranın hökumət siyasətinə şiəlik İrançılığa qarşı qoyulub. Şiəli İrançılığa qarşı qoyulub ki, bu bir dənə xəttdir, dini xəttdir və burada heç bir milli məsələ yoxdur. Amma baxırsan ki, bunu milli məsələ olaraq Azərbaycanlılardan türklər istifadə edir öz xeyrinə. Talışlara isə heç bir önəm verilmir. Halbuki bunun yaradıcısı bizik qardaş. Bu bizdən gəlib. İkincisi, bu İrançılıq xəttinin bir üsuludur şiəlik. Bunu biz niyə görə bizim İrançılığa, Talışçılığa qarşı istifadə etməliyik? Hansısa bir süni əqidəyə malik və yaxud da başqa bizə yad əqidələrə malik insanlar gəlib bunlardan istifadə etməlidir öz xeyirlərinə. Bu İran hökumətinin səhv addımıdır və burada onlarla səhv addım var. Yəni onlarla səhv addım var, amma bu ən başda duran səhv addımdır və mənim ən başda olan etirazım da bunadır. İrançılıq və şiəçilik birlikdə dövlət siyasəti olmalıdır. Bu mənim əsas şüarımdır.